Baş sponsor Azərbaycanın ilk özəl təcili tibbi yardım xidməti Referans ambulansdır. Hər vaxtınız xeyir, Real TV-nin efirini baş həkim verilişi davam etdirir. Bugün müasir dünyada ən çox rast gəlinə və onkoloji xəstəliklər arasında ilk sıralarda yer alan ciddi bir mövzuya, kolorektal xərçəngə toxunacağıq. Çox vaxt gizli inkişaf edən bu xəstəlikdən qorunmaq mümkündürmü? Müasir cərrahiyyə bizə hansı qapıları açır və vaxtında edilən müdaxilə həyatı necə xilas edir? Studiyamızın qonağı Leyla Medical Center'ın peşəkar cərrahı uzman doktor Nihat Nəzərzadədir və biz onunla bu xəstəliyin yaranma səbəblərini, erkən diaqnostikasını və ən son cərrahi üsullarını müzakirə edəcəyik. Xoş gördük Nihat doktor. Təşəkkür edirəm dəvətimizi qəbul edib gəldiyinizə görə. Ümumiyyətlə, kolorektal xəstəliklərin yaranma səbəbindən istərdim danışaq. Bir çoxları deyir, bu oturaq həyat tərzidir, pis vərdişlərdir və təbii ki, qidalanmadır, amma əslində nədir? Kolorektal xərçəng dediyimiz anlayış, ümumiyyətlə kolun, yəni yoğun bağırsağın, yəni həzm sisteminin son hissəsi olan yoğun bağırsağın problemidir. Bunu iki yerə ayıra bilərik əsas. Bir, düz bağırsağın xərçəngi, bir də yoğun bağırsağın xərçəngi. Çünki ikisi ayrı-ayrı terminlərdir və ikisinin müalicə taktikası fərqlidir. Amma kolorektal xərçəngin əmələ gəlmə səbəblərinə baxdığımızda ilk növbədə ən önəmli nüans yaş faktorudur. Çünki yaş artdıqca kolorektal xərçəngin görülmə sıxlığı artır. Bu ən önəmlisidir. Təbii ki, müasir zamanda, müasir dövrdə biz texnologiyanın inkişafına mı bağlasaq və ya digər çevrə amillərinə mi bağlasaq, kolorektal xərçəngin görülməsi artıq cavanlar arasında da tez-tez görünməyə başlayır, təəssüf olsun ki. Amma yenə də bütün dünya üzrə götürəndə hələ də ən önəmli risk faktoru yaşdır. Bundan əlavə digər risk faktorları var. Bunlara məsələn düzgün qidalanmama, lifdən zəngin olmayan qidalanma, xüsusilə tüstülənmiş yeməklər, konservlənmiş yeməklər, fast food yeməklər, bunlar önəmli səbəblər arasında gəlir. Digər önəmli səbəb şəkərli diabet. Şəkərli diabetin uzun müddət kontrolsuz qalması və düzgün regulyasiya olunmaması risk faktorlarından birisidir. Eləcə də xəstənin aktiv olmaması, aktiv həyat tərzinin olmaması, idmanla məşğul olmamaq, çox doğru vurğuluyursunuz. Çox önəmli, ən önəmli risk faktorlarından birisidir. Aktiv həyat tərzi ilə məşğul olan, sağlam həyat tərzi sürən, düzgün qidalanan insanlarda kolorektal xərçəng nisbətən az görülür. Piylənmə çox önəmli risk faktorudur. Obezitə müasir dövrün ən önəmli problemlərindən birisidir və kolorektal xərçəng daxil bir çox xərçənglər üçün əslində risk faktorudur. Eləcə də immun sistemin xəstəlikləri, uzun müddət davam edən yoğun bağırsağın, kolorektal nahiyənin iltihabi xəstəlikləri də kolorektal xərçəng üçün önəmli bir risk faktorudur. Bunlara ülserativ kolit və yaxud Kron xəstəliyi dediyimiz xronik iltihabi xəstəliklər də yoğun bağırsaq xərçəngi üçün risk faktorudur. Doktor, deyin zəhmət olmasa, ümumiyyətlə bu xəstəlikdən öncə hər hansı bir digər mədə bağırsaq xəstəliklərinin olması mütləqdirmi? Məsələn, mədə uzun müddət ağrıyır, mədəaltı vəzdən əziyyət çəkir, 12 barmaq bağırsağa keçid olur, orada olur ağrılar nahiyəsi, yoxsa elə bu özəl olaraq elə özü də gətirib xərçəngə çıxara bilər? Əslində kolorektal xərçəng bir anda baş verən bir xəstəlik deyil. Kolorektal xərçəng uzun müddət, yəni yoğun bağırsaq dediyimiz bağırsağın problemidir və bu bir anda 5 gündə, 10 gündə, 1 ildə əmələ gələn bir problem deyil. Bu uzun illərin nəticəsində əmələ gələn bir problemdir. Biz məsələn profilaktik xəstələrə kolonoskopiya önərilir, kolonoskopiya müayinəsi. Çünki bir yoğun bağırsaq xərçənginin əmələ gəlməsi üçün ortalama 8-10 il vaxt lazımdır. Yəni bir xəstə əgər zamanında bunu kontrol müayinəsi edərsə, o xəstələrdə, yəni erkən dönəmdə biz
kolorektal xərçəngin önünə keçmiş ola bilərik. Bilmək olur ki, Bəli, artıq amma buna gedişə doğru bəli. Bu xəstəliyi yəni zamanında çox sadə bir müdaxilə ilə kolorektal xərçəng kimi ağır bir diaqnozun önünə keçmək mümkündür. Amma burada bir digər problem var. Kolorektal ümumiyyətlə xərçəng xəstəliyi çox vaxt simptom vermir. Simptomlar çox vaxt axırıncı mərhələlərdə görürük. Bunun üçün də bu xəstələrə, bu ümumiyyətlə cəmiyyətə ən önəmli müalicə əslində zamanında edilmiş profilaktikadır. Ən effektiv və hər cəhətdən nəticələri çox ürəkaçan olan istiqamət profilaktik müayinələrdir. Zamanında əgər bir kolorektal xərçəng xəstəsi 5 il, 10 il öncəsində sadə bir kolonoskopik müayinə ilə bu xəstəlikdən tamamilə qurtula bilər. Hər hansı bir cərrahi əməliyyata və yaxud ciddi bir müdaxiləyə ehtiyac görmədən. Doktor, bugün hər 5 nəfərdən biri, bəlkə indi rəqəmlərdə yanılaram, amma düşünürəm ki, kimi danışdırırsınız, bir çoxları qəbzlikdən əziyyət çəkir və bu qəbzlik də bu xəstəliyə aparan yoldurmu? Çünki ən çox sizə hansı sual vermək istəyirəm? Biz balacalıqdan eşitmişik ki, mütləq şəkildə sulu yeməklər yeməliyik. Yəni, şorbalar olsun və yaxud digər sulu xörəklər olsun. Həqiqətdirmi bu? Yəni, bir insan heç vaxt sulu yemək yeməsə, demək ki, onun elə bir problemi olacaq? Yəni, əslində biz düzgün qidalanma əlbəttə ki, bu işdə çox önəmli faktorlardan birisidir. Amma tək faktor bu deyil, təbii ki. Yəni, təkcə düzgün qidalansaq bizim ömür boyu heç bir problemimiz olmayacaq. Yəni, bu işdə təkcə bir faktordan asılı olan bir problem deyil, yəni kolorektal xərçəng. Çox faktor var, amma xüsusilə əgər ailəsində, ailə anamnezində kolorektal xərçəng olan bir insan varsa, üstünə bir də biz düzgün qidalanmırıqsa, bunun üçün bunun yolunu açmış oluruq. Qəbizlik həm risk faktorudur. Qəbizlik digər tərəfdən də xəstəliyin, əslində altda gedən bir xəstəliyin gizli simptomlarından birisidir. Uzun müddət əgər xüsusilə, məsələn, 30 yaşında, 40 yaşında qədər hər hansı bir qəbizliyi olmayan bir insan, yeni başlayan bir qəbizlik şikayətləri var. Bu zamanla bir il, biz nə dedik, bu ən az 7-8 il vaxt lazımdır bunun əmələ gəlməsi üçün. Əgər xırda bir polip və yaxud hər hansı bir problemi varsa, bunu qəbizlik deyib ötüşdürməmək lazımdır. Əslində bu problem əgər aktiv həyat tərzi ilə biz yemək içməyimizi ona görə düzənləyiriksə və bizim qəbizlik şikayətimiz keçmişsə, bunu ciddiyə almaq lazımdır. Zamanında bir həkimlə məsləhətləşmək lazımdır. Təbii ki, bütün qəbizlik xəstələri, qəbizlikdən əziyyət çəkən insanlar xərçəng xəstəsi demək deyil. Bu sadəcə altda yatan bir simptom ola bilər. Hər zaman qəbizlik xərçəngin əlamətidir demək deyil əlbəttə ki. Yəni, amma bağırsağın peristaltikasına mütləq şəkildə fikir verilməlidir. Bəli. Bu önəmli bir bizim cəmiyyət üçün, xüsusən bizim toplum olaraq biz ət yeməkləri çox sevirik. Təəssüf olsun ki, yağlı, qızardılmış, hisə verilmiş. Bəli. Bunlar əslində düzgün qidalanma diyeti deyil. Yəni, normal insanın həzm sistemi sadəcə ət yemək üçün orqanizə olunmayıb, bunun üçün yaradılmayıb. Bizim gündəlik rasionumuzda siz bayaq vurğuladınız, yəni keçmişdən gələn sup və sulu şeylərin yemək bizim üçün çox önəmlidir. Hər gün, gündəlik, heç olmasa həftədə 2-3 dəfə buna əməl etməmiz lazımdır. Xüsusilə də meyvə tərəvəzi rasionumuzda bol etməmiz şərtdir. Ən önəmli faktorlardan birisi budur. Bu, yoğun bağırsaq xərçənginin ən önəmli bizim əngəlləyə biləcəyimiz, bizim düzənləyə biləcəyimiz risk faktorlarındandır. Amma maraqlıdır, baxın, siz ət dediniz. Biz hamımız bilirik ki, dədə-babalarımız, elə ata-analarımız hamısı əzəldən ət yeyən olub. Qoyun əti daha çox yeyilibdir özü də. Un məmulatları yeyilibdir. Yəni, çox yağlı yeyiblər. Özü də o vaxt duru yağ var idi mi? Xeyr, mən xatırlamıram. Nənəm, babam duru yağdan istifadə etsin. Hamısı şit yağ idi, ərinmiş yağ idi. Bəs nədən bu qədər xəstəlik yox idi? Əslində, kolorektal xərçəng hər zaman mövcud olmuş bir xəstəlikdir. Sadəcə biz keçmişdə bu qədər diaqnoz qoyula bilmirdi xəstələrdə və bir də siz deyirsiniz, düzgün vurğulayırsınız, keçmişdə də bizim böyüklərimiz də bolca ətdən, xəmir xörəklərindən istifadə edilib. Amma bunun qarşılığında
Tarlalarda işləyiblər, aktiv həyat səhərdən tərzi axşama sürüblər. qədər aktiv həyat tərzi və yediyi ətin qarşılığında aktiv bir kalori itkisi olub və yediyimiz ətin keyfiyyət məsələsi də çox önəmlidir. Yəni 50 il, 60 il, 100 il bundan öncəki yediyimiz ətlər daha təbii, daha qatqısız ətlər idi. Təbii ki, populyasiya artdıqca bu toplumun ət ehtiyacını qarşılamaq üçün keyfiyyətdən biraz azaldıb kəmiyyəti artırmaq məcburiyyətindəyik. Amma bunun qarşılığında biz sadəcə ət yeyirik deyə kanser olmalıyıq? Xeyr. Yəni aktiv həyat tərzi önəmlidir. Bax, çox yemək yeyə bilərik, amma bunun qarşılığında heç bir hərəkətimiz yoxsa bu obezitəyə gətirəcək, artıq çəkiyə gətirəcək və bu da tək başına bir risk faktorudur xərçəng üçün. Təşəkkür edirəm, doktor. Bizim sponsor məlumatımız olacaq, sonra söhbətimizi davam edəcəyik. Azərbaycanın ilk özəl təcili tibbi yardım xidməti referans ambulans 7/24 hər bir vətəndaşımıza xidmət göstərməkdədir. Ambulans maşınları ən müasir tibbi avadanlıqlarla təchiz olunub. Referans ambulans hava və quru təxliyəsi ilə həyat qurtarmaq üçün saniyələrlə yarışır. Göstərilən xidmətlər isə aşağıdakılardır: təcili tibbi yardım, pediatrik təcili tibbi yardım, pasiyent təxliyəsi, stand-by xidməti, yəni istənilən məkanda müşahidə. Ətraflı məlumat üçün isə siz ulduz 0003 qaynar xətti ilə əlaqə saxlaya bilərsiniz. Nihan doktor, artıq aşkarlandı, diaqnostika keçirildi. Düzdür, kolonoskopiyadan bir çoxları qorxur, çəkinir, getmirlər və təəssüf ki, artıq son anda müraciət etməli olurlar. Və sizin Leyla Medical Center'da hansı diaqnostik üsullar və cərrahiyyə üsulları təklif olunur? Kolon kanserini, kolorektal xərçənglərdə birinci növbədə diaqnostika çox önəmlidir. Yəni, hər xəstəyə kolon yoğun bağırsaq xərçəngi diaqnozu qoymazdan əvvəl öncə bir şikayətlərini dinləmək lazımdır. Xəstənin uyğundurmu? Hər xəstə, yəni bu bir adama xərçəng diaqnozu qoymaq və bunu aşılamaq, bunu izah etmək çox da asan bir şey deyil. Yəni biz səhər evdən çıxırıq, xəstəxanaya gedirik və kolon yoğun bağırsaq xərçəngi diaqnozu ilə evə qayıtmaq çox da bəlkə həkim üçün çox rahatdır bunu demək. Çünki biz hər gün bu xəstələrlə işləyirik və bir növ bizim işimiz budur. Amma bir xəstənin bunu qəbul etməsi o qədər də asan bir iş deyil. Amma yoğun bağırsaq xərçəngi varsa, şübhəmiz varsa, ən azından birinci növbədə kolonoskopik müayinəsi. Kolonoskopik müayinədən sonra biopsiya mütləqdir. Biopsiya ilə təkrarlanması. Çünki içəridə gördüyümüz hər hansı bir yara mütləq bir şəkildə xərçəng demək deyil. Başqa səbəblər də ola bilər. Biopsiya ilə təsdiqi və biz xəstəliyi iki cür dəyərləndiririk. Xəstəlik yerli olaraq nə qədər yayılıb, xəstəlik sistemik olaraq nə qədər yayılıb, yəni uzaq orqan metastazı varmı? Əgər yoğun bağırsaqdan söhbət gedirsə, kolondan söhbət gedirsə, bu sadəcə kolonoskopik biopsiya, kompüter tomoqrafik müayinə. Əgər lazım olarsa, şübhəli məqamlar varsa, maqnit rezonans tomoqrafiyası və PET tomoqrafiya dediyimiz müayinə metodları da var. Bunlar təbii ki, xəstəxanamızda və ölkəmizdə mövcuddur. Çox əlçatan müayinə metodlarıdır. Hətta bir çox inkişaf etmiş ölkələrdən belə bizim səhiyyə sistemində bunlar daha əlçatandır, nəinki inkişaf etmiş ölkələrdə. Çünki yəni biz digər həkim yoldaşlarımız da inkişaf etmiş ölkələrin təcrübəsini də danışırıq. Bəli, bizim ölkəmizdə özəlliklə, xüsusilə özəl sektorda bu müayinələr daha əlçatan, daha tez əldə oluna bilinən müayinə metodlarıdır. Amma düz bağırsaq xərçəngi üçün maqnit rezonans tomoqrafiyası olmazsa olmazdır. Maqnit rezonans tomoqrafiya bu xəstəliyin çanaqda nə qədər yayılmasını göstərir və biz buna görə bu xəstəliyə cərrahi əməliyyat mı eləyək, yoxsa bu xəstəlik sadəcə müalicə mi olunmalıdır və yaxud bu xəstəlik hansı mərhələdə bunun qərarını veririk. Mərhələyə görə xəstəliyin cərrahi taktikası seçilir. Yoğun kolorektal xərçəng çox az xərçənglərdəndir ki, bu xəstəliyin uzaq orqan metastazı olsa belə, bu xəstəlik yenə də əməliyyat oluna bilir və bu xəstələrdə ciddi uzun müddət nəticələrdə ürək açandır. Yəni, məsəl üçün, mədə-altı vəz xərçəngi üçün uzaq orqan metastazlarında biz çox təəssüf ki, effektiv bir cərrahiyyə
etmirik. Təəssüf ki, mütləq ölümə sürükləmək Bəli, bəli. ehtimalı daha çoxdur. Yüksəkdir. Amma kolorektal xərçəngdə elə deyil, uzaq orqan metastazı olsa belə bizim belə xəstələrimiz çoxdur. Qaraciyər metastazı, ağciyər metastazı olan xəstələr 5 ili tamamlayır. Yəni xərçəng xəstəliyi üçün 5 illik sağ qalım göstəricisi deyə bir göstərici var. Kolorektal xərçəng üçün bunlar ürəkaçan səviyyələrdədirlər. Əməliyyatdan sonra residiv olurmu? Məsələn, laparoskopik əməliyyata əgər müraciət olunursa, Bəli. geri qayıda bilərmi xəstəlik? Xəstəlik təəssüf olsun ki, dediyim kimi 5 illik sağ qalım göstəricisi nə üçündür? Biz deyirik ki, məsələn, bir xəstə əməliyyat olunursa, biz nə vaxt deyirik ki, bu xəstəlik sağaldı? Təqribən ortalama 5 il sonrasında həmin xəstələrin normal, sağlam insanla riskləri bərabərləşir. 5 ilə qədər 4 il keçib, 4 il hələ də xəstə hesab olunur. Xəstə sağalmış hesab olunmur və sıx izləmdə qalması lazımdır. Laparoskopik, açıq, robotik bunlar müasir cərrahiyyənin verdiyi yöntəmlərdir, istiqamətlərdir. Amma bir xəstə açıq cərrahi ilə olunub və yaxud laparoskopik cərrahi ilə olunub, xəstə üçün əslində bunu qərar verərkən xəstə əsasında qərar veririk ki, yəni bu xəstəni biz açıq cərrahimə eləyək, laparoskopik bağlı cərrahimə olunsun. İkisində də nəticələr əslində uzun dönəm nəticələrinə baxanda bəzi nüanslar istisna olmaqla nəticələr eynidir. Xəstəlik açıq və yaxud laparoskopik olunursa, bu xəstəyə görə qərar verilməsi lazım. Xəstənin yanaşı xəstəlikləri, ümumi anesteziyanı nə qədər qəbul edə bilər, bu önəmlidir və yaxud laparoskopiyanı nə qədər tolerasiya edə bilər, bu önəmlidir. Hər ikisində təkrarlama mümkündür. Xəstəlik əməliyyat oldum, bitdim, mənim xəstəliyim sağaldı və yaxud mən getdim, ən yaxşı müalicəni aldım, ondan sağaldım. Təəssüf ki, 5 ili tamamlamamış xəstə üçün bunu demək mümkün deyil. Yəni. Doktor, bildiyim qədər yaşı 40-ı keçmiş insanlar mütləq şəkildə hər il bir dəfə də olsun kolonoskopiyadan mütləq şəkildə keçməlidirlər. İstərdim bunu deyəsiniz, bir daha tamaşaçılarımıza müraciət edək və ümumiyyətlə profilaktik qaydalar nədən ibarət olmalıdır? Profilaktika dediyim kimi gold standartı, qızıl standartı bu işdə. Yəni profilaktik biz danışırıq, yoğun bağ kolorektal xərçəng əslində ciddi morbiditə dediyimiz, yəni həyat keyfiyyətinin azaltması ilə gedən bir xəstəlikdir. Bütün xəstələr üçün olmasa da burada ciddi cərrahilər icra olunur və ömürlük orqan itirilməsi ilə gedən cərrahilər də məcburan bəzən olunur. Amma bu profilaktik, məsələn, bir yoğun bağırsaq xərçəngi əgər bugün əlimizdə varsa, bu xəstə 10 il bundan öncəsində sadə bir polip var idi orada sadəcə və o poliplər bir sadə polipektomiya, bu 10-15 dəqiqəlik bir işləmdir sadəcə. Götürülməlidir o mütləq. Bəli, o poliplər qalsa da mütləq xərçəngə keçəcək. Mütləq deyil, amma riski yüksəkdir. Xüsusilə ailə anamnezində əgər bir yaxınınızda, məsələn, 50 yaşında bir yoğun bağırsaq, bir yaxınınız, atanız, ananız, birinci dərəcə yaxınlarınızda bir yoğun bağırsaq törəməsi varsa, bunun üçün gözləyib də kanser olmasına gətirməsinə lazım deyil. Yəni bu xəstə 50 yaşında əgər xərçəng xəstəliyi diaqnozu qoyulubsa, birinci dərəcə yaxını bu xəstəlikdən 10 il qabaq kolonoskopiya olunmasına başlaması lazımdır. Və yaxud hər hansı bir risk faktoru yoxdur, ailədə hər kəs sağlamdır. 45-50 yaşına çatmış hər bir xəstəyə, hər bir sağlam insana biz kolonoskopik müayinəni məsləhət görürük. Bunun hər hansı bir şikayətini, hər hansı probleminin, qəbizliyi olsun, hər hansı bir şikayətin olmasına gərək yoxdur. 50 yaşına çatmış, əvvəllər 50 deyirdik, bunu hətta indi 45 yaşa doğru məsləhət görürük. 45 yaşına çatmış, 45-50 yaş arasında bir insanın heç bir şikayəti olmasa belə kolonoskopik müayinədən keçməsi şərtdir. Niyə? Çünki əgər indi bizim bir polipimiz varsa, 60 yaşında o xərçəng olacaq. Onun zamanında sadəcə 10 dəqiqəlik prosedurla aradan götürülməsi irəlidə xəstənin xərçəng əməliyyatı, yəni xərçəng xəstələrinin əməliyyatı yetəri qədər kompleks əməliyyatlardır və ciddi morbiditə və təəssüf olsun ki, bəzən ağırlaşmış ölümünə belə gətirib çıxara bilər bu əməliyyatlar, ciddi əməliyyatlardır. Doktor, bir də bağırsaqların peristaltikası düzgün işləsin deyə hansı qidalara üz tutaq, hansı tərəvəzlərdən daha çox istifadə edək? Meyvə, tərəvəz və yaxud dənli bitkilər hər halda? Bizim əslində diyetimiz, yəni mətbəximiz yetəri qədər zəngindir bu şeylərlə. Sadəcə
biz bu işin yəni köhnə rasionlarda, köhnə dədə-babadan qalmış yeməklərimizdə yetəri qədər əslində tərəvəz, meyvə də var. Amma son günlər biraz da həyatın o koşturmacası deyək, yəni qaça-qaçının içərisində biz daha çox fast food yeməklər, daha tez bunu yeyim, bir işə tələsirəm, bugünə buraya çatmalıyam və yaxud yolda ayaqüstü bunu yeməliyəm. Əslində meyvələri bütün, məsəl üçün alma, armud olsun, ən sadə meyvələr. Qabığı ilə yeməyi məsləhət görürük. Əgər hər hansı bir probleminiz yoxdursa, qabığı ilə. Quru meyvələrdən istifadə etməyi məsləhət görürük. Xüsusilə tərəvəzin, yaşıl bitkilərin saplaq hissəsi dediyimiz önəmli bir hissəsidir. Bunu çox vaxt yeyilmir. O, ən önəmli yeyilməsi gerəkən yerlərdən birisidir. Çünki bağırsağın peristaltikasını təmin edən ən önəmli şeylər bunlardır, liflərdir. Biz bəzən xəstələrə məcburən əlavə olaraq lif yazmaq məcburiyyətində qalırıq. Çünki peristaltikanı artıran işlədici dərmanlar istifadə edir bəzən, xüsusilə xanımlar. Yəni bunlar qətiyyən qəbul edilməz şeylərdir. Çünki bəlli bir müddətdən sonra bunlar asıllıq verəcək və o dərmanlar olmadan bağırsaq heç bir şəkildə işləmir. Bəzən xəstə gəlir ki, 10 gün, 15 gün, 20 gün qəbizlikdən əziyyət çəkən xəstələr olur. Yəni. Təşəkkür edirəm, doktor. O qədər maraqlı danışırsınız ki və sizə can sağlığı arzu edirəm, sizin xəstələrinizə şəfa diləyirəm. Bugün bir daha əmin olduq ki, vaxtında atılan düzgün bir addım, edilən kiçik bir müayinə böyük fəsadların qarşısını alır. Odur ki, bədəninizin səsinə vaxtında qulaq asın, çünki bu dünyada əvəz edilməz tək şey sizin sağlığınızdır. Studiyamızın qonağı isə Leyla Medical Center'ın peşəkar cərrahı uzman doktor Nihat Nəzərzadə idi. Növbəti həftə görüşənədək. Baş sponsor Azərbaycanın ilk özəl təcili tibbi yardım xidməti Referans Ambulansdır.